Yadınızdadsa aylar öncə özümə Neurovision almışdım. Nə ilə bağlı? Gözlərimlə bağlı. Və işıqla, telefonla, kompüterlə işlədiyimə görə zaman-zaman gözlərimin zəiflədiyini hiss edirdim ki, düşündüm Neurovision alım, içim və nəticəni sizlə bölüşüm. 5 gün içmişdim, tamına 5 gün və sonra iş səfərlərim oldu. Tamamilə Neurovision haqqında unutdum. Və günlərin bir günü mən ayıldım ki, mən telefonla işləyirəm, amma eyləksiz. Orada anladım ki, 5 günün nəticəsi həqiqətən mükəmməl idi. Amma bugün yenə gözlərimdə zəifləmə var. Səbəb isə mən Neurovisionu yarımçıq buraxdım və daimi gecəli gündüzlü telefonda, kompüterdə, planşetdə olduğuma görə göz zəifliyim məni artıq çox narahat edir. İndi isə yenidən üst tuturam sevimli Neurovisionuma. Baxın əzizlərim, mən yenidən Neurovision qəbul edirəm. Ona görə deyil ki, tək gözlərimin sağlamlığını qoruyuram. Beyin neyronlarımı, eyni zamanda bütün bunun tərkibində olan maddələr, aktiv maddələr, hansı ki bütün orqanizmi təmin edəcək, sinir impulslarımı, beyin neyronlarımı, görmə sistemimi və eyni zamanda düşünmə qabiliyyətimi, yaddaş qabiliyyətimi möhkəmləndirəcək unikal bir vasitədir. Ona görə də mən bunu artıq yenidən qəbula başlamışam, nəticəni sizlə mütləq bölüşəcəm. Neurovision, gözlərimin etibarı.